آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا ونبينا محمد وآله الطاهرين اللهم صل على محمد وآل محمد وعجل فرجهم. El-istidlalu bis-sünnə. Qeyd elədik ki, üsul alimlərin, üsulçu müştehidlər, üsul elmin qəbul edən müctehidlər, şubuhat, əl-bədviyyə, ət-təhrimiyyədə bəraətə hökm eləyiblər. Deyiblər ki, əgər bir şeyin halal haramlığını bilmədinsə, şübhə elədin onun haramlığında, o sənə haram olmaz. Ondan halal kimi rəftar eləyib o işi görə bilərsən. Bunun müqabilində isə əxbar ilə deyiblər, yox, gərək onda ehtiyat eləyəsən. Misal burada, məsələn, siqaret çəkməyi. Əgər siqaretin hökmü Quranda və hədisdə gəlməyibsə, hökmün bilmiriksə, üsulçu alim deyəcək ki, siqaret çəksən problemi yoxdur, günahı yoxdur, çəkə bilərsən. Ta hökmü vaqeini bilənə qədər. Əxbari isə deyəcək, yox, ehtiyat elə, çəkmə. Və qeyd elədik ki, əxbarilər öz nəzəriyyələrini, öz iddialarını sübut eləmək üçün həm Quran-ı Kərimdən bəzi ayələrə söykəniblər, bəzi hədislərə söykəniblər və əqli dəlilindən öz nəzəriyyələrini sübut eləməyə çalışıblar. Ötən dərsimizdə Qurandan gətirdikləri dəlillərə işarə elədi və cavabını da qeyd elədi. İndi başlayırıq hədislər barəsində dəlillərlə. El-istidlalu bis-sünnə. Sünnə ilə hədislərlə istidlal eləmək. İstədəlləl əxbariyyun bi tavaifə minər-rivayat. Əxbarilər bir dəstə rivayətdən dəlil gətiriblər. Əl-ula, birinci dəstə, yəni bir neçə dənə rivayət yox, bir neçə dəstə rivayət. Yəni məsələn deyir 3-4 dəstə rivayət vardı. Hər bir dəstədə neçə dənə rivayət vardı. Yəni 3-4 taifə, 3-4 dəstə rivayətlər vardı ki, onlardan dəlil gətiriblər. Birinci dəstə budur. Hürmətul ifta bila ilm. Elm olmadan fətva verməyin haramlığı. Yəni hər bir müctehidin, hər bir fəqihin, müftinin vəzifəsidir ki, hər bir ruhaninin, mollanın, nə bilim, Allah Peyğəmbər İmam adından danışan hər bir şəxsin vəzifəsidir ki, bir hökmü ondan soruşan zaman əgər elmi yoxdursa fətva verməsin. Əgər bir şey bilirsə ki, hökm bu cürdür, indi ola bilər səhv bilir, amma bildiyi şey cavab versin. Amma əgər bilmirsə, desin ki, bilmirəm, yəni bilməməkdə bir eyib yoxdur. Nə Allah, nə Peyğəmbər, nə imam bizi qınamaz ki, niyə sən bilmədiyin şeyə bilmirəm deyir. Əksinə, biraz da tərifə layiqdir həmən şəxs, həmən alim ki, bilmirəm. Bilməmək eyib deyil. Hər şeyi bilən Allahdır və onun göstərişi ilə, onun elmi ilə Peyğəmbər imamdır. Böyük-böyük nəhənglər, fəqihlər, alimlər, dahilər çox rahatlıqla deyə bilirdi ki, bilmirəm. Yəni, bilmirəm sözdə bir eyib yoxdur. Ona görə bir dəstə rivayət dəlalət eləyir ki, bilmədiyin şeydə fətva verərsənsə, hökm deyərsənsə, haram eləmirsən. Dəllət taifətun minər rivayət ələ hürmətil qavl vəl-ifta bi qeyri ilm. Bir dəstə rivayət dəlalət eləyir ki, elmi olmadan, bilgisi olmadan fətva vermək, Allah adından, Peyğəmbər adından danışmaq haramdır ki, filan şey halaldır, filan şey haramdır, filan şey nəcisdir, filan şey paçdır. Bilmədiyin halda bu sözləri demək haramdır. Əvil ifta bima ləm yədul dəlilun ələ hücciyyətihi və yaxud da ki, dəlili vardır, amma dəlil şəri dəlil deyil, şəriət tərəfindən qəbul olunmayan dəlilə söykənib danışır. Ya heç bir dəlili olmadan danışır, elə ağlına gəlib danışır, və yaxud da ki, dəlili var, amma o dəlil şəriət tərəfindən məqbul dəlil sayılmayıb. Yəni, şəriət onu höccət verməyibdir o dəlilə. Əvil ifta bimma ləm yədullə dəlilun ələ hücciyyəti. Yaxud da ki, elə bir şeylə fətva verir ki, onun höcciyyəti şəriət tərəfindən qəbul olunmayıb, onun dəlil yoxdur onun höcciyyətinə. Kəl-qiyasi vəl-istihsan. Qiyas və istihsan kimi. Hansı ki, sünnilərdə qiyas və istihsan dəlil olaraq qəbul edilib. Qiyas odur ki, məntiqdəki təmsil, yəni bir şeyi başqa şeyə bənzədib, onun hökmünə tətbiq eləmək.
İstehsan da odur ki, ayə və hədis olmayan yerdə müştehid, müfti öz şəxsi əqlin işə salır, şəxsi zövqün işə salır və deyir, mənim ağlıma belə gəlir ki, bu şey halaldır, haramdır, yaxud da ki, pakdır, nəcisdir, ya filan şeydir. Qiyas və istehsan Sünni fikrində, xüsusən də Əbu Hənifənin fikrində geniş istifadə olunan dəlillərdəndir. İndi bir nəfər ya dəlilsiz fətva verir və yaxud da ki, qiyasa, istehsana söykənərək fətva verirsə, bu elmsiz fətva verməkdir ki, bu da haramdır. Yaxşı, hansı rivayət dəlalət edir? Bir dəstə rivayət var, o rivayətlərdən biri bundan ibarətdir ki, Səhiyyət Hişam ibn Salim, Səhiyyət Hişam ibn Salim qal. Hişam ibn Salim, İmam Sadiq əleyhissalamın böyük səhabələrindəndir. Deyir ki, Həzrətə belə dedim. Qultu li Əbi Abdillah əleyhissalam, ma haqqullahi alə xəlqih. Allahın məxluqatı üzərindəki haqqı nədən ibarətdir? Qal ən yəqulu ma ya'ləmun və yəkuffu əmmə la ya'ləmun. Bildiklərin danışsınlar, desinlər və bilmədiklərində dayansınlar, əl saxlasınlar. Fəizə fəalu zəlik fəqəd əddu iləllahi haqqah. Əgər bu işi görsələr, bildiklərin danışsalar, bilmədiyi yerdə dayansalar, onda Allahın haqqını ona qaytarmış olarlar. Allahın haqqını əda eləmiş olarlar. Deməli, İmam əleyhissalam bu rivayətdə bizə öyrədir ki, bir şey bilirsənsə, səndən bir şey soruşdular namazdan, orucdan, xumsdan, həcdən, cihaddan, murdardan, təmizdən, hər hansı bir şey soruşdular. Bilirsənsə, deyən filan şeydir. Bilmirsənsə, dayan. Artıq söz danışma. Əgər belə eləsən, onda Rəbbinin sənin boynunda olan haqqını yerinə yetirmiş olarsan. Yaxşı. Bunun nə əlaqəsi var bizim bəhsimizlə? Əlaqəsi belədir. Dəlilləri müdür qurublar. Deyir ki, siz üsulçular, deyirsiniz ki, bir şeyin hökmünü bilmədinsə, denən halaldır. Halaldır, bu şey sənin üçün halaldır, işi görürsən. Deməli, olan sən bilmədiyin halda Allaha halal nisbət deyirsən ki, Allahın yanında halaldır. Bu da əl-ifta bi qeyri elmdir, elmi olmuyor, fətva verməkdir. Onda ki, hədis qadağan eləyir. Hişam ibn Salimin səhiyyəsi qadağan eləyir ki, İmam Sadiq əleyhissalam buna icazə vermir. Deyir ki, bilmədiyin yerdə dayan, demə halaldır. Deməli, onda əgərsə bir şeyin hökmünü bilmiriksə, ona halal deyə bilmərik. Bu, rivayət və yaxud bunun kimi rivayətlər əsasən. Və bihəzəl məzmun rivayətun kəsirə fi nəfsil bab. Deyir, bu babda bunun kimi bir neçə dənə çoxlu rivayətlər var. Rivayətun kəsirə, çoxlu rivayətlər var. Deməli, bu rivayət və bunun kimi rivayətlərdən başa düşülən budur ki, əgər biz bir şeyin hökmünü bilmiriksə, dayanmalıyıq. Əgər dayanmasa desək ki, halaldır, onda bilmədən fətva vermiş oluruq. Bir şeyin hökmünü bilməyə ona halal nisbəti vermişik, bu da ki, haramdır. Şəriət buna icazə vermir. İmam buna icazə vermir. Cavabımız nədən ibarətdir? Cavabımız bundan ibarətdir ki, şeyx deyir, burada iki dənə nöqtə vardı, iki dənə məsələ vardı, yəni iki üslub vardı. Bir dəfə biz bir şeyin hökmünü bilmədiyimiz halda Allaha vaqei hökmü nisbət veririk, bunda bəli. Bu rivayətlər ondan danışır ki, haramdır. Yəni, məndən soruşdular ki, siqaret çəkməyin hökmü nədir? Mən də baxdım, gördüm ki, Quranda, hədisdə siqaret barədə nə ayə var, nə hədis var. Qayıtdım, dedim ki, halaldır. Əgər bu halaldır, hökmü vaqei kimi Allaha nisbət vermişəm, onda bəli. Bu rivayətlər ondan danışır ki, haramdır, günahdır və cəhənnəm odudur. Allahın haqqını verməmişəm. Allahın haqqı oydur ki, bilmədiyim yerdə dayanam. Əgər hökmü vaqeini Allaha nisbət versəm ki, siqaretin hökmünü bilmirəm, demək Allah yanında halaldır. Deməli, Allah yanında halaldır, bu haramdır. Bir dəfə var, mən Allah yanındakı hökmündən danışmıram. Deyirəm ki, siqaretin hökmünü bilmirəm, nədir, halaldır, haramdır. Allah yanında xəbərim yoxdur, halaldır. Amma əgərsə sən o işi görsün, Allah səni cəzalandırmaz. Yəni, rahatlıqdasan. Ola bilsin ki, haramdır. Ola bilsin ki, halaldır. İşim yoxdur. Allah yanındakı hökmün nədir? Fəqihin ondan işi yoxdur. Amma sən əgərsə o siqareti çəksən, səni cəzalandırmaz. Haram da olsa Allah yanında cəzalandırmaz, halal da olsa cəzalandırmaz. Niyə? Çünki sən hökmün bilmədiyin halda rahatlıqdasan. O işi görməyə icazəlisən. Amma Allah yanında hökmün halaldır, haramdır, ondan danışmırıq. Şeyx Sübhani buyurur ki,
sanki əxbarlar bu iki məsələni bir-birinə qarışdırıblar. Əgər üsulçular birinci yoldan istifadə eləsəydilər, yəni hər hansı bir məsələnin hökmün bilmədiyi halda Allaha halal şey nisbət versəydilər, onda bəli olacaqdı əlifta bi qeyri elm. Fətva verir, elmi olmuyor ki, filan şey halaldır. Bunda olacaqdı həmən rivayətin məzmunu ki, Allahın haqqını vermədilər. Amma üsulçular bundan çəkinirlər, üsulçular bu yolu getməyiblər, onu haram biliblər. Bəs nə ediblər? Üsulçu deməyib Allah yanında halaldır. Üsulçu deyib mən bilmirəm Allah yanında halaldır, haramdır. Mən deyirəm ki o işi görsün, günah eləməyibsən, o işi görsün, cəzalanmayacaqsan. Yəni hökmü zahiri ilə caiz bilir, hökmü vaqei də işlər yoxdur. Əgər hökmü vaqei ilə caiz bilsəydi, onda haram olacaqdı. Amma müştehid hökmü zahiri ilə caiz bilir. Yəni zahir də caizdir, halaldır ta dəlil tapılana qədər. Amma dəlil tapılandan sonra nə olacaq, Allah yanında nədir? Ona qarışmayıbdır. Deməli onda müştehidlər ifta bi qeyri elm eləməyiblər. İfta bi qeyri elm olur ki, deyəm ki, Allah yanında bu şeyin hökmü filan şeydir. Onu deməyibdir ki, Allah yanında hökmü nədir, mən bilmirəm. Amma bu işi görsün, Allah səni cəzalandırmaz. Tamam, başqa məsələlərdir. Yulahazu aleyh ennel mustafad minel rivayat huve ennel ifta bi ademil hurmel vaqiyyə. İki rivayətlərdən istifadə olunan budur ki, deməli, ennel ifta bi ademil hurmel vaqiyyə, vaqi haramın olmamağına fətva vermək, harda? Fi mevrid-i şübhə, şübhə mevridində. Yəni, bir şeyin haramlığı, halallığı bəlli olmayan yerdə həmən şeyin vaqi haram olmamağına fətva vermək yuaddu qavlən bila ilm. Budur ki, elmsiz fətva verməkdir. Mən hökmü bilmirəm, deyirəm ki, Allah yanında halaldır. Və haza mimma yahtarizu anhul usuliyyun. Bu həmən nöqtədir ki, həmən mevriddir ki, üsulçular ondan uzaq gəzirlər, üsulçular bu işi görmürlər. Demək, üsulçular haradakı bir şey bilmədilərsə, orada bilmədiyi şeyin hökmünü Allah'a nisbət vermir. Demir, Allah yanında halaldır ya haramdır. Mən bilmirəm. Və əmməl qavl bi adamil mən'a zahirən, amma deyir ki, hökmü bilmədiyi halda ki, zahirən maniyesi yoxdur o işi görməyin. Zahirən Allah yanında nə var, işimiz yoxdur. Bilmir Allah yanında nə var, nə yox. Zahirən o sigareti çəksən səni cəzalandırmaz. Və əmməl qavl bi adamil mən'a zahirən, zahirən o şeyin maniyesinin olmamağı, hətta ya'ləməl vaqi, ta vaqini bilənə qədər əmin-amanlıqda qalmağı, müstənidən iləl ədillə şəriyə və şəri dəllərə söykənərək bu fətvanı çıxardır, bu hökmü deyirsə ki, zahirən sən əmin-amanlıqdasan və ləqli, yəni şəri və əqli dəllərə söykənərək, fəleysə qavlən bila ilm. Bu, elmsiz fətva vermək demək deyil. Müştehid deyir ki, mənim əlimdəki dəlillər dəlalət edir ki, bir şeyin hökmünü bilməsən, o işi görə bilərsən. O iş halaldır, haramdır Allah yanında, mən bilmirəm. Onu Allah bilər, Peyğəmbəri bilər, imamı bilər. Bir şeyin hökmünü bilmədiyin halda o işi görmək sənin üçün qadağan olunmayıb, haram olunmayıb. Zahirən, batində nə var, vaqiədə nə var, Allah bilər. Bu da ki, əl-ifta bi qeyri ilm ya əl-qavl bi qeyri ilm deyil. Fəleysə qavlən bila ilm. Bu da ki, elmi olmadan söz danışmaq deyil. Və huvə nəfsu ma yaqsuduhul usulü. Bu da həmən şeydir ki, üsulçu bunu deyir. Üsulçu deyir ki, hər şeyin bir hökmünü bilmədinsə, o işi görmək sənin üçün haram deyil. Amma o işin həqiqi hökmü nədir Allah yanında? Onu Allah bilər, Peyğəmbəri bilər, imam bilər. Bizim ona elmimiz yoxdur. Mən deyirəm ki, o işi görsən, günah eləməmisən. Bu oldu birinci dəstə rivayətlər ki, əl-ifta bi qeyri ilm haramın babında rivayətlər ki, elm olmaya fətva vermək haramdır. İkinci dəstə rivayətlər araşdırmadan ehtiyat eləmək. Yəni, araşdırmamışdan qabaq ehtiyat eləmək. Rəva Abdurrahman ibn el-Həccac ridvanullahi aleyh qalə səltu Əbəl Həsən aleyhissalam ən rəculeyni əsaba seydən və huma muhriman. Abdurrahman ibn Həccac İmam Kazım Aleyhisselamdan zahirən nəql edir. Deyir ki, Həzrətdən soruşdum ki, 2 nəfər bir ovu ovladıla bilir ki, Məkkədə, ehram halında ov eləmək haramdır. Və əgər kimsə ov eləyərsə, gərək onun kəffarəsini versin. Deyir, indi məsələn fərzən deyir, bir ceyranlı misal deyirəm. Bir ceyranı 2 nəfərə öldürdülər. İndi bunun kəffarəsi ki, məsələn bir inək verməli idilər. Bu inəyi ikisi yığışıb verəcəklər, ya hərəsi bir inək verir. Yəni hərəsi öz kəffarəsini verəcək. Bunu soruşur.
Ən rəculeyni əsaba seydən və huma muhriman. İki dənə ehramda olan kişi köməkləşib bir ovu ovladılar. Əl cəza beynəhuma əv alə kulli vahidin minhuma cəzaun. Onların boynunda əl cəza beynəhuma ikisi şərik olub ödəyəcəklər. Yəni yarısı pulun birini qoyacaq, yarısı birini məsələn inək alıb kəsib fəqirlərə paylayacaqlar. Əv alə kulli vahidin minhuma cəzaun. Yəni hər birinin boynunda bir kəffarə vardı. Qalə aleyhisselam la bəl aleyhima ən yucza kullu vahidin minhuma əs-seyd. Zahirən imamın sözündən bunu başa düşürəm, mən başa düşdüyüm budur ki, hər biri özü müstəqil kəffarəsini verəcək. Bəl aleyhima, onların hər ikisinin boynunadır ki, ən yucza kullu vahidin minhuma əs-seyd. O etdiyi ova görə hər biri cəzasını versin, yəni kəffarəsini versin. Yəni rivayət biraz qaranlıqdır, yəni başa düşdüyüm budur ki, hər biri özü ayrı-ayrılıqda öz kəffarəsini verəcək. Yəni iki dənə inək kəsəcəklər. İndiki ikisi şərik olub, məsələn, o ceyran ovlayıblarsa, onda iki dənə inək kəsəcəklər, məsələn. Qultu innə bazı əshabina səələni ən zəlikə fələm ədri ma aleyh. Əbdurrahman deyir ki, imama söylədim ki, bizim əshabımızdan bəziləri bu məsələni məndən soruşdular, mən də bilmədim nə cavab verim. Bizə lazım olan hissəsi hədisin budur. Fəqalə izə əsabtum mislə haza fələm tədru. Əgər bu işləri gördünüz, yəni qabağınıza bir məsələ çıxdı, bilmirsiniz hökmün, fələm tədru və bilmirsiniz neyniyəsiz, hökmün bilmirsinizsə, fəaləykum bil ihtiyatı hətta təsəlu anhu fəta'ləmu. Onda sizin boynunuza düşən budur ki, ehtiyat eləməlisiniz, ta o vaxta qədər ki, hətta təsəlu anhu fəta'ləmu. Ta o vaxta qədər ki, soruşasınız və biləsiniz. Yəni, məsələnizi öyrənib, hökmünüzü bilməyənə qədər ehtiyat etməlisiniz. Deməli, onda bu və buna oxşar rivayətlər dəlalət eləyir ki, bir şeyin hökmünü bilmədikdə onu halallıqda görmə özü. Özünü ehtiyatda gör, ehtiyat eləcinən, o işə bulaşma, ta ki, hökmünü öyrənəsən, ondan sonra biləsən ki, vəzifən nədir. Yulahəzu əleyh, innə həzi rivayə nazirətun əl-ihtiyat qabləl fəhs və hiyə xaricətun ən mavridil kəlam. Deyir ki, bu rivayətə, yaxud bunun kimi rivayətlər dəlalət eləyir ki, araşdırmadan hər hansı bir məsələdə əməl eləyə bilməzsən. Qabləl fəhs, yəni araşdırmamışdan qabaq bir iş görə bilməzsən. Bu da ki, üsulsuda bu söz deyil də. Üsulsu demir ki, birbaşa bəraət cari eləyə bilərsən. Deyir ki, araşdır, o yerdə ki, ehtimal eləyirdin, sən orada dəlil tapa bilərsən. Dəlil tapmağı mümkün olan yerləri araşdırandan sonra bəraət cari eləyə bilərsən. Əvvəldən heç üsulçular da bəraət cari eləməyə icazə vermirlər. Bu rivayət danışır ki, araşdırmamışdan qabaq bəraət cari eləmə ehtiyat elə. O da ki, üsulçular ilə o söz deyilə və burada bizim mövzumuzdan xaric. Çünki bizim bəhsimiz araşdırandan sonra, dəlil tapmayandan sonra neyniyək? İnnə hâzihir rivayə nazirətun il-ihtiyat qabləl fəhs. Bu rivayət fəhsdə yine araşdırmamışdan qabaq ehtiyat anlaşır ki, orada ehtiyat eləmək. Və hiyə xaricətun əmavridil kəlam. Bu da bizim söhbətimizin mövzusundan xaricdir. Və innəməl kəlam fīmə izə fəhəsə ən dəlilil hurmə əv fīmə zannihi və ləm yə'thur alə şeyin. Bizim bəhsimiz buradadır ki, əgər hər hansı bir haramın, bir şeyin haramlığın, dəlillərin araşdırır, məzannın, yəni zənn elədiyi, ehtimallədiyi yerdə ki, orada dəlil tapa bilər, dəlil tapılması ehtimal olunan yerdə məzannında axtarandan sonra tapa bilmir, tapa bilməyəndən sonra ləmiyyatla tapa bilmədi, ondan sonra bəraət cari eləyir. Bizim bəhsimiz burada da bəraət cari eləyə bilər ya yox. Yəni, dəlil tapa biləcək yerləri araşdırıb arayandan sonra, tapa bilməyəndən sonra bəraət cari edə bilərmi? Bizim bəhsimiz buradadır. Bu rivayət və yaxud bunun kimi rivayətlərsə danışır, araşdırmamışdan qabaq ehtiyat elə, araşdırmamışdan qabaq ehtiyat. Əxbari da o sözü deyir, üsulçu da o sözü deyir orada, bəhsləri yoxdur. Onda bu rivayət bizim mövzumuzdan xaricdir. Əs-salisə, üçüncüsü, lüzumul vüquf ində şübhə, şübhə zamanında dayanmaq. Hunaka rivayatun tədullu alə lüzumul vüquf ində şübhə. Bir dəstə rivayətlər dəlalət edir ki, şübhə ilə qarşılaşan zaman dayanaq. Və ənəv xeyru minəl iqtihami fil hələkə. Şübhə zamanında, şübhə ilə qarşılaşan zaman onun yanında dayanmaq,
ona daxil olmaqdan, həlakətə daxil olmaqdan daha xeyirlidir. Yəni soruşdular ki, məsələn deyək, gətirdilər, qoydular qabağımıza siqareti. Siqareti çəkək, çəkməyək, siqaretin hökmü nədir? Halaldır, haramdır. Bu bir şübhədir. Və hökmündə bilmirik ki, siqaret halaldır ya haramdır. Biz ki, hər dəfə siqareti vururum. Bu misaldır. Şəri məsələ deyil. Şəri məsələdə hər kəsən müştehidinə baxsın. Siqaretin hökmü halal deyə müştehid də var, haram deyə müştehid də var, işim yoxdur. Xülasə bir misal ünvanında gətiririk ki, siqaretin halal haramlığı. Xülasə siqaret halaldır ya haramdır. Bu bir şübhədir. Rivayət dəlalət edir ki, şübhə zamanında dayanmaq həlakətə daxil olmaqdan daha xeyirlidir. Yəni əgərsə sən o işi görərsənsə, siqaretə halallıq fətvası verərsənsə və yaxud da ki, halal bilib çəkərsənsə, özünü həlakətə salmısan. Amma əgər orada ehtiyat edib dayansan, çəkməsən, onun halallığına bir söz deməsən, onda daha xeyirlidir və əmin-amanlıqdasan. Deməli, onda ehtiyat eləməlisən. Və iləykə ba'du ma yədullu alə zəlik. Bir neçə rivayətə deyil, nəzər salaq. Rəva Davud ibn Fərqəd ən Əbi Şeybə ən əhədihimə aleyhisselam. Davud ibn Fərqəd filan kəsdən, o da ki, imamların ikisindən birindən, yəni ya İmam Baqir, ya İmam Sadiq aleyhisselamdan nəql edir. Qal, əl-vuqufu ində şübhə, şübhə qarşısında dayanmaq xeyrun minəl-iqtihami fil-hələkə, həlakətə iqtiham yəni daxil olmaq, həlakətə daxil olmaqdan daha xeyirlidir. Yəni o şübhəli şeyə qədəm qoyarsansa, ona bulaşarsansa, özünü həlak etmiş olarsan, birdən haram olmuş olar, cəhənnəmə düşərsən. İkinci rivayət. Rəva Məs'ədət ibn Ziyad ən Cəfərin aleyhisselam, İmam Sadiq aleyhisselam, ən abaihi anin Nəbi sallallahu aleyhi və aleyhi və səlləm ənəhu qal, la tucami'u fin nikahi alə şübhə. Evlənən zaman şübhəli qadınlarla cima etməyin. Yəni o qadının şübhəm var ki, o mənə halal ola bilər, haram ola bilməz. Nikah məqamında şübhəli yerdə cima etməyin. Vəqifu ində şübhə. Şübhə qabağında dayanın. Fə innəl vüquf ində şübhə xeyrun minəl iqtihami fil hələkə. Çünki şübhə zamanında, şübhə qarşısında dayanmaq həlakətə daxil olmaqdan daha xeyirlidir. Bu da ikinci rivayətimiz. Üçüncü rivayət, Rəva fi zikra, yəni şəhid əvvəl zikrasında nəql eləyir. Qalən Nəbi sallallahu aleyhi və aleyhi və səlləm, dəʼ ma yuribukə ilə ma la yuribuk. Səni şübhəyə salan şeyi bıraq, get səni şübhəyə salmayan şeydən yapış. Dəʼ yəni boşla. Ma yuribukə o şey ki səni şübhəyə salır. Yəni səni şübhədə qoyan şeyi bıraq, nəyin tərəfinə get? İlə ma la yuribuk. O şeyin tərəfinə get ki, orada şübhə yoxdur. Yəni şübhədən qaç, şübhəli olmayan şeylərə tərəf get. Yaxşı, bu rivayətlər şübhədən qaç, şübhəyə daxil olmaq, həlakətə daxil olmaqdır. Onda əxbarların sözü zahirən düz çıxır ki, onda gərək şübhə yerində hökmün bilmədiyimiz halda neyniyək? Ehtiyat eləyək. Təbii ki, çoxlu cavablar deyilib. Bizim vəzifəmiz bu kitab həcmində olan cavablardır. Qarşıdakı kitablarda daha genişi gələcək. Yulahizu aləl-istidlal bihəziyyət taifə minəl-əhadith ənəha. Deyir ki, bu dəstə, bu taifə rivayətlərə mümkündür. Cavabımız müxtəlif ola bilər. Necə? İmma raciətun ilə şübhəl məhsurə əlləti yu'ləm bi vücudil hürməti fiyha. Ya o şübhələrdən söhbət açır ki, şübhə məhsurədir, elmi icmalinə muqtərəndir. Yəni, tutaq ki, məsələn deyək ki, 10 dənə butulka su vardı, biri nəcisdir ya haramdır. Şübhə məhsurədir, 10 dənə azdır və içində 100% bilir ki, bir dənə nəcis ya bir dənə haram vardı. Ona görə ki, 10 dənənin hamısını dağıdaq, heç birisini içməyək. Yəni, şübhə məhsurədən danışıq ki, əlləti yu'ləm bi vücudil hürməti fiyha, hansı ki, onların içində haram olmağı yəqindir, amma təyin elə bilmirik, yəni elmi icmali vardı. Niyə bunu hardan başa düşmüşük? İşte və zəlikə bi qərnətil hikmə, bi qərnətil hələkə. Hələkə sözün qərinə götürərə bilirik. Həlakətə uğramaq. Necə ki, birinci rivayətdə gəlmişdi, həlakətə daxil olmaq. Kəma fil hədithil əvvəl. Çünki şübhəli şeydə demək olmaz ki, dərhal həlakət vardı. Həlakət o yerdədir ki, haramın özü vardı. Amma təyin eləmirik ki, hansı, məsələn, deyib qabdadır. Və zəlikə bi qərnətil hələkə.
hələkəni qərinə götürək deyirik ki, söhbət elmi icmali moridinə gedir ki, şübhəmizdə şübhə məhsuridir ki, inşallah elmi icmali bəhsində geniş gələcək. Kəma fil hadisil əvvəl. Əv racətun ilə şübhəl mevduiyyə. Yaxud da ki, bu rivayətlərin bəziləri şübhat mevduiyyə qayıdır. Yəni mən bilirəm, doyuşan əti haramdır, deyə qoyun əti halaldır. Qabağıma bir ət qoyuldu, təyin eləyə bilmədim. Görəsən doyuşan ətidir ya qoyun ətidir. Şubuhat-ül mevzuiyyə deyir ki, bütün fəqihlər istər əxbarilər olsun, istər üsulçular olsun, bəraət cari elə bilirlər ki, əgər qabağa qoyulan ət ehtimalı varsa ki, qoyun əti olsun və sən də hökmlərini bilirsənsə, sənin üçün zahirən halal hökmündədir. Yeyə bilərsən. Ehtiyata yer yoxdur. Əv raciətun ilə şubuhat-ül mevduiyyə, ya da ki, şubuhat mevzuiyyə qayıdır, əlləti ləm yəqul əhədun bil ehtiyatı fiha, hansı ki, heç kəs orada, yəni şubuhat-ül mevzuiyyədə ehtiyata əmr eləməyib. Kəma fil hədisi sani, necə ki, ikinci hədisdə, yəni Məsədənin hədisindəki İmam Əleyhissalam nə buyurdu? Buyurdu ki, şübhədə qaldığı Peyğəmbər, daha doğrusu Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, nikah məqamında şübhəli qadınlarla cima eləməyin. Və qifu ində şübhə zaman dayanın. Necə ki, ikinci hədisdə şubuhat-ül mevzuiyyədən danışır. Yəni, məsələn, mən bilirəm, hansı qadınlar halaldır, hansı qadınlar haramdır. Amma məsələn, şübhəsi var ki, bu qız mənim süd bacım ola bilər. Ehtimali var ki, süd xalam ola bilər, süd bibim ola bilər. Deməli, onda şübhə hökmiyyədir, şübhə mevzuiyyədir. Necə ki, ikinci hədisdə keçdi. Əv məhmulətun ələl istihbab kəma fil hədisil əxir. Və yaxud da ki, deyir ki, bu cür rivayətlər həml olunublar nəyə? İstihbaba, yəni müstəhəbdir ki, insan ehtiyat eləsin və o cür yerlərdə, o cür moridlərdə ehtiyat daha yaxşıdır. Bunun heç problem yoxdur ki, əxbari də üsulsədə ki, insan hər nə qədər ehtiyat əhli olsa, bir o qədər yaxşıdır. Hətta mümkündür müştəhid fətva verər bir şeyin halallığını öz ondan haram kimi rəftar eləsin ki, ehtiyat eləyər. Ehtiyat hamıdan yaxşıdır. Müştəhiddən də, müqəlliddən də, əxbaridən də, üsulçudan da. Ehtiyat həmişə gözəldir ki, insan dinini qoruyub. Heç problem yoxdur. Biz hökmdən danışırıq. Bir nəfər özü şəxsi ehtiyat eləyir, o işdən uzaq gəzir, ondan danışmırıq. Əv məhmulətun ələl istihbab kəma fil hədisil əxir. Məsələn, axırıncı dəʼ ma la yuribuk ilə ma la yuribuk. Səni şübhəyə salacaq şeyləri bırax, get şübhəyə salmayanların tərəfinə olun. Belə ağır bu cür hökm edir. Yəni insan müstəhəbdir, yaxşı şeydir ki, insan şübhəli şeylərdən qaçsın. Biz bundan danışmırıq. Biz bundan danışırıq ki, birdən qaçmadı. Birdən o işi gördü. Halal iş görüb, haram iş görüb, Allah bunu cəhənnəmdə yandırar, yandırmaz, müstəhəqqül iqabdır, ya iqabdır. Biz ondan danışırıq, amma yaxşıdır ki, tərk eləyəsən onu, hamı bilir yaxşı şeydir ki, şübhəli şeylə qaçmaq, əlbəttə yaxşı şeydir. Xülasə, üçüncü rivayətdə ki, nədən danışır? İstihbabul ehtiyatdan, o da ki, bizim bəhsimizdən xaricdir. Ər-Rabi', dördüncü dəstə rivayətlər. Hədisut təslis. Əşyaları və yaxud da feilləri üç qismə ayırmaq. İnnə əqva hüccətin lil əxbariyyin, əxbarilərin ən güclü dəlili və hədisut təslis əl-varid fi kəlamin nəbi sallallahu aleyhi və səlləm vəl-vasi aleyhi əfdalus salati vəssalam. Əxbarilərin deyir ki, öz iddialarına ən güclü dəlili hədisut təslisdir. Yəni, feilləri üç qismə ayırmaq, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin və Həzrət Əmir əl-Mumin Ali ibn Əbi Talib aleyhissalamın rivayətində gəlibdir. Rəvahu Ömər ibn Hənzələ ən Əbi Abdullah aleyhissalam fi hədisin qal. Ömər ibn Hənzələ İmam Sadiq aleyhissalamdan nəqli. Qal. İnnəməl umuru thələsə. İşlər üç haldan kənar deyil. Əmrun bəyyinun rüşduhu fəyuttəbə'. Bəzi işlər, onun rüşdü, onun hidayəti, onun belə deyək də aşkarlığı o qədər aşkardır ki, dərhal bilirsən ki, bu halaldır, haramdır, paçdır, nəcisdir, nədirsə qəşə bilirsən. Bəyyinin rüşdü, onun hidayəti, onun aşkarlığı, rüşdü gün kimidir. Fəyuttəbə və onun dalıcan gedirsən. Yəni, yəqin bilirsən, məsələn, deyək ki, alma şirəsi, nə bilim, deyək, nar şirəsi halaldır, içirsən. Bunun halallığı gün kimi aydındır. Fəyuttəbə. Və əmrun bəyyinun qəyyuhu fəyuctənəb. Bir şeydə ki, onun qayyi, onun batilliyi, haramlığı, çirkinliyi gün kimi aydındır, onu çəkinirsən. Məsələn, arağın ya pivənin haramlığı kimi. Və əmrun müşkilun yuraddu ilmuhu ilallahi və rəsulü.
və bəzi şeydə vardı ki, onun hökmü müşküldür. Məsələn, fərzən belə deyək, girdim gördüm sok vardı, yazıb üzüm soku, üzüm şirəsi. Qaldım belə ki, ay Allah, görəsən bunu qaynadıblar, qaynatmayıblar. Qaynatsalar haram olacaq, qaynatmasalar haram olacaq. Onu da neynəyim? Deyir ki, fəyuctənəb. Fəyuraddu ilmuhu iləllahi və rəsulih. Hə. Bilmirəm, üzüm şirəsin içmək, üzüm şirəsi əgər birbaşa sıxılsa halaldır, amma qablaşdırılmış bilmirəm, bunu qaynadıblar ya qaynatmırlar məsələn. Şübhədə qaldım, məsələn deyirəm. Deməli, narın şirəsi, ya almanın şirəsi, nə bilim, portağalın şirəsi halaldır və onun halallığı da gün kimi aydındır fəyuttəbə. Eləcə də arağın ya pivənin haramlığı da gün kimi aydındır, ondan da dərhal çəkinir ki, bu haramdır. Üçüncüsü deyib, şübhədə qaldığımız bir şeydir. Onda neyniyək? Və əmrun müşkilun yuraddu ilmuhu iləllahi və rəsulih. Üçüncüdəki əmr müşküldür, qalmışıq belə. Görəsən siqaret halaldır, haramdır, görəsən məsələn deyək. Məsələn, zürafə əti halaldır, haramdır, qalmışıq belə. Belə olan halda yuraddu ilmuhu iləllahi və rəsulih. Onda onun elmi Allah və onun peyğəmbərinə yönəldilməlidir. Qalə Rasulullah sallallahu aleyhi və alihi və səlləm həlalun bəyyinun və haramun bəyyin. Halallar bəyan olunubdur, aşkarlanıbdır və haram da aşkar olunubdur. Və şubuhatun beynə zalik. Bunların ikisinin arasında şübhələr vardır. Fəmən tərəkə şubuhat nəcə minəl muharramat. Hər kəs şübhələri tərk eləsə, haramlardan canını qurtarmış olar. Və mən əxəzə bis şubuhat, hər kəs şübhələrə daxil olsa, şübhələrə bulaşsa, irtəkəbəl muharramat, haramlara bulaşmış olacaq. Və hələkə min heysu la ya'ləm, özünün də bilmədiyi yerdən həlak olacaq. Deməli, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm feilləri, işləri sanki üç qismə ayırır. Həlalun bəyyin, yəni halallığı aşkar olan məsələlər, haramlığı aşkar olan məsələlər və bunların ortasında şübhəli məsələlər. Hər kəs ortada şübhəli qalan şeyləri tərk eləsə, yəni ehtiyat eləsə, ona bulaşmasa, nicat tapacaq. Hər kəs o şübhəli şeylərə bulaşsa, özünün də xəbəri olmadan yavaş-yavaş haramlara düşəcək. Bir də onda görəcək ki, artıq haramların içindədir. Thumma qala fi hadisin fil axiril hadis fa innal vuquf ində şubat xeyrun minel iqtihami fil halaka. Xülasə qalsın burada inşallah. Gələn dərsdə davam edərik. Elhamdülillah Rabbil alemin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.